Ömürlük həbs cəzanın 20 ilini yatmısan. Sənin haqqında məlumatlarda oxudum. Səncə dərs çıxarmısan? Hə, dərs çıxarmışam. Artıq mən cəmiyyət üçün təhlükəli insan deyiləm. Yox, rədd edildi. 10 il sonra. Otur. Sənin haqqında məlumatları oxudum. Ömürlük cəzanın 30 ilini yatmısan. Səncə düzəlmisən? 30 il. Belə deyəndə bu illərin necə gəlib keçdiyini düşünürsən, hə? Dostu soruşur. 10 il sonra. Ömürlük cəzanın 40 ilini yatmısan dustaq. Səncə bağışlanmağa dəyərsən? Dustaq cavab verir. Sən doğrudan nə bilmək istəyirsən? Həqiqətən peşman olub olmadığımı? Bəs peşman olmusan? Burada olduğum müddətdə peşman olmadığım bir günüm olmadı. O zamanki halıma baxıram. Gənc, axmaq bir uşaq. O günahı işlədim. O uşaq çoxdan getdi. Yerinə ancaq bu yaşlı kişi qalıb. Əsarətin bədəli başrolda Morgan Freeman və Tim Robinsonun çəkildiyi ən möhtəşəm dram filmlərindən biri. Üstünə şər atılaraq həbsxanaya düşən Andy Ray'lə tanış olur və çox qısa müddətə dostlaşırlar. Vaxt keçdikcə onun qabiliyyəti, savadı ön plana çıxır və həbsxana müdiri onunla dostlaşır. O artıq həbsxana müdirinə kömək eləyir, hansı ki onun qara işlərini görməkdə. Red xaric heç kəs inanmır ki, Andy günahsızdır və o da başlayır həbsxanadan qaçmağın yollarını öyrənməyə. Necə bir planla qaçır? Bu filmə baxanlar bilir ki, möhtəşəm səhnə idi. Əslində videonun əvvəlində danışdığım səhnələr Redin bağışlanma səhnələri idi. Hansı ki, o çox yaxşı bir çıxış edərdi və bağışlanardı, amma istəmirdi çünki onun dostu Andy həbsxanadaydı və bir dost ortamı yaratmışlar. Artıq Andy gedəndən sonra marağı qalmır. O da son dediyim çıxışla həbsxanadan çıxır, bağışlanır. Baxanlar bilir ki, necə filmdir, baxmayanlara isə çox şiddətlə tövsiyə edirəm. Öpdüm.